Təşəkkür edirəm Nurlan. Qurban müəllim, keçmiş olsun deyirik. 10 nəfərlə qalan rəqibə qarşı Qarabağ bugün qələbə qazana bilmədi. Oyundan razı qaldınızmı ümumiyyətlə? Xeyr, oyundan razı qalmadım. İlk öncə təbrik edirəm Sabahı. Həm qalibiyyət münasibəti ilə, həm yaxşı komanda formalaşdırıblar. Yəni bugünkü qalibiyyəti, bugünkü nəticələri haqq eləyirlər və qaldı öz futbolçularımıza. Yox, razı qalmadım. Əvvəlki oyunları sanki daha yaxşı oynamışıq. 10 nəfərə qarşı daha yaxşı oynayırdıq. Və bəlkə də bizim üçün gözlənilməz oldu 10 nəfərə qarşı oynamaq. Biraz müdafiəyə daha çox diqqət ayırmağa başladılar. Biraz stilini dəyişik elədilər. Hər bir halda biz daha yaxşı oynamalıydıq nəticəni dəyişmək üçün. Və belə deyək, sanki komanda oyunumuz biraz itib, ümumiyyətcə biraz istək, biraz oyun nizam-intizamı itib, sadəcə onu biz tam geri qaytara bilmədik. Və buna görə də nəticələrimiz bu cür oldu. Hər bir halda yəni biz bu futbolçularla çox yol gəlmişik, uzun yol gəlmişik, yaxşı uğurlarımız olub. Belə illər olur, belə oyunlar olur və daha çox pozitiv notlarla önə baxmalıyıq ki, nəyi dəyişməliyik, nəyi nə cür etməliyik. Və belə təbrik edirəm Sabahı və əlbəttə ki, bizim möhtəşəm azarkeşlərimizə, hər iki komanda azarkeşlərinə təşəkkür edirəm. Ümumiyyətlə, Qurban müəllim, elə özünüz də qeyd etdiniz, Sabah da biraz qapandı 10 nəfərlə qalandan sonra. Sizcə bu sonradan, yəni xüsusən də Qarabağın yaratdığı hücumların nəticəsi olduğundan sonra nəticə etibarilə biz deyə bilərik, hardasa hücumçuların pasivinə yaza bilərik ki, onlar fərqinə bilmədi. Demək olar zaten daha yaxşı oynamalıdır. Ümumiyyətlə belə oyunlarda bu cür komandalara qarşı daha yaxşı nəticə verməlidirlər, amma yəni rəqibin də oyununu yaxşı müdafiə olunmasını biz qeyd eləməliyik və birə-bir çox möhkəm, çox sağlam oyuncuları var və birə-bir çox düzgün mövqe seçirdilər. Amma əlbəttə ki, nəticə vermək üçün biz daha yaxşı, hücumlarımız daha yaxşı olmalıdır. Və sonda əsas bundan sonra deyə bilərik Qarabağ artıq Azərbaycan kubokunu düşünəcək. Yəni əsas orada nəticə qazanıb Avropa liqasını. Zaten qarşıdakı oyunlara hazırlaşırıq, həm kuboka, həm çempionata. Dediyim kimi biraz bəlkə daha dərindən düşünməliyik ki, öz oyunumuzu geri qaytarmağa. Bu il belə deyək, bu il məğlub ola bilərik, amma qarşıdakı oyunlara daha yaxşı Qarabağ etməliyik. Çox sağ olun, uğurlar sizə. Sağ olun. Hələ ki sözü studiyaya ötürürüm və biz sabahın başı